zəifləyib, çətinliklə gedir. Hətta danışıqlar da artıq zəif işlədir. Yəni əvvəlki gümrah kimi danışmır. Biz onunla bağlı ölkədəki vəziyyət, dünyadakı vəziyyət və apellyasiya ilə bağlı müəyyən məsələləri müzakirə edirdik. Çox çətinliklə danışır. Çəkisi artıq 83.9-dur. Saturasiya 90'dır, nəbzi qalxıb 95'ə, qan təzyiqi 120'nindir, temperatur aşağıdır, 36.2'dir. Və indiyə qədər hər hansı bir, yəni buradakı həkimlərdən başqa hər hansı bir kənardan ziyarət olunmayıb. Və toy və acılı dayanılmalı, israrlıdır, çox solğundur, hətta adi işlə bağlı sənədləri vərəqləyərkən də çətinliklə vərəqləyirdi və keçən görüşdə, axırıncı görüşdə, məndən axırıncı görüşdə dediyi kimi artıq geriyə sayım başlayıb.